Bir sənətkar düşünün, qeyrəti naminə sənətini ikinci plana atsın. Bu dövrdə bu sözü eşitmək bir çoxlarınıza çox qəribə gələ bilər. Ancaq bəli, bir vaxtlar Azərbaycanda belə bir sənətkar var idi. Aygün bəy. Bilirsiniznizmi? Aygün bəylər niyə kişi kimi geyinirdi? Bu barədə bacısı Zümrüt Ümbətova bunları deyirdi. Əvvəllər oxumağa çıxanda qısa geyinirdi, bəzənirdi, salona gedirdi. Kişi toylarına getməyə başlayandan sonra dedi ki, kepka, şalvar geyinəcəm. Çünki kişilər gəlib keçib baxırlar. O belə şeyləri sevmirdi, xasiyyəti çox ağır idi. Rəfiqələr Nisirəfə deyirdilər ki, əyninə normal paltar giyin. 2 gün geyirdi, sonra deyirdi ki, istəmirəm. Bəylər Quliyevin ona təsiri olmuşdu. Kişi toylarına çıxandan sonra Bəylər Quliyev məsləhət gördü ki, belə geyinsən daha rahat olacaq. Bəylər Quliyev vasitəçi, dayaq, dəstək oldu. İndi asandır, heç dəstəyə də ehtiyac yoxdur. Qısası Aygün bəylərin kişi kimi geyinməyinin səbəbi bu idi. Təbii ki, götürənlərin sevildiyi bu dövrdə Aygün bəylərin çox sevilməyini gözləmirdik. Çünki Aygün bəylər gözə yox ruha xitab edirdi. Özünün də dediyi kimi.